Vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 1-i, həftənin bazar ertəsi günü 2025-ci ildir və son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Hava ilə bağlı xəbərdarlıq var. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə News 365 AZA Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 14-17 dərəcə isti olacaq və Azərbaycanın rayonlarında qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 12-15 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.